Bilirsiniz ki bizim karşıdan Mart ayı bayramlar ayı. 2 gün bundan evvel biz hanımlarımızın özel bayramını, 8 Mart bayramını qeyd elədik. Və mən fürsətdən istifadə edib Nur Ocağı'nın bütün hanımlarını bu bayram münasibətilə təbrik edirəm. Qarşıdan daha güzel bir əlamətlər günümüz gəlir. Novruz bayramı, Qurban bayramı və bu bayramlarımızı sizin timsalınızda bütün Nur Ocağı'nın şairlərinin bayramını, bütün Azərbaycanın şairlərinin, bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Bayramlarını təbrik edirəm. Ancaq bilirsiniz ki, torpaq uğrunda ölən varsa vətən də deyiblər. Bizim də torpağımız uğrunda ta Azərbaycan yaranandan bu günə kimi şəhidlərimiz olub. Olur. Allah göstərməsin, bir daha olmasın. İstəmir olmağını. 31 Mart Azərbaycanlıların soykırımıdır. Gəlin, elə biz həmin 31 Mart günü şəhid olan həmin şəhidlərimizə də Allahdan rəhmətlər diləyək. Qəbirlərin nurad olsun. Və bugün mən bu xüsusi günləri təqdim elədim sizə. Yəni biz ümumi olaraq bütün Mart ayında olan tədbirlərimizlə əlavə olaraq mən Gəncədə keçirəndə qarşıma bir məqsəd də qoydum ki, bizim həm də gənc şairlərimizdən biri, gözəl şairlərimiz Gəncədə yaşayan Şəfək Mülayim qızının da yaradıcılığına adca nəzər salaq. Bugün həm də Şəfək xanımın təqdimatını, yəni yaradıcılıq gününə qeyd edəyik. Ancaq başlamamışdan əvvəl bir şey deyim ki, Nur Ocağı'nın bütün şairlərinin ürəyi buradadır. Ürəyi bizimlə duyulur. Hətta Azərbaycandan qıraqda yaşayan Qurban müəllimin, Məhməd bəyin, Ahmet Hocanın, Həvva Nazimin, yəni xaricdə yaşayanlar da mənə zəng edəcək ki, müəllimə, bizim adımızdan da onlara təşəkkür bildir. Onların bayramlarını təbrik edirəm. Bütün şairlərim və xüsusilə bugün başqa birini qeyd etmək istəyirəm ki, mənim, bəlkə də heç birinizə xəbəri yoxdur, Şəfək xanımın tez olun Gəncədə gətir, Gəncədə keçir, daha doğrusu məni məcbur eləyən bir nəfər, israrla məni məcbur eləyən bir nəfər var. Allahdan ona xəstədir, can sağlığı arzulayar. Bugün ürəyi buradadır, o burada iştirak eləmək istəyir, amma əfsar olsun ki, Bakıda xəstəxanadadır. Xasay müəllim. Xasay olsun. Allahdan ona can sağlığı arzulayar. Xasay müəllim, mən Şəfək xanımın yaradıcılığını bugünə saldım. Çox istəyirdik ki, sizin istəyinizlə çox istəyirdim ki, siz də burada olasınız. Amma əfsar olsun ki, inşallah sağalın, gəlin, növbəti tədbirimizi biz sizinlə birlikdə burada qeyd edəcəyik. Bizim xəstə olan şairlərimiz var. Hacıdır, Məhməd müəllimdir, həqiqətən çox xəstədirlər. Allahdan onlara şəfa diləyirəm. Və özü ürəkləri burada olub, özü burada olmayan bütün şairlərimizi salamlayıram. Gəncədən salamlar göndərirəm hər birinə. Gəncəyə başlamamışdan əvvəl mən Nur Ocağı'nın İranda, Cənubda yaşayan bir şairi vardı. Səhər-səhər mənə şeir atıb ki, müəllimə, səndən bir şey xahiş edeyim. İmkandırsa da mənim bu Gəncə şeirimi elə orada səsləndirdim. Çox sevindim. Dedim, lap yaxşı səsləndirərəm. Gəncə şeirimi gəlir orada səsləndirir. Mən də çox şad olum, gəlin qulaq asarım. Adını dilimə gətirən zaman qibləni anladır anı Gəncənin. Alnını daşına yetirən zaman qəlbində qaynayar qanı Gəncənin. Gəncə yurdudur, Gəncə deyilir. Tarixdə yaşı var, öncə deyilir. Kəpəzdən bərkiyən pəncə deyilir, günəşli qucaqdır danı Gəncənin. Nizami yurdudur, sözün şahrahı. Bu yerdə yaşayır eşqin Allahı, məqbərəsi olub ziyarətgahı, bəllidir şöhrəti, şanı Gəncənin. Tarixi yaşadan ərənlər yurdu,
Xəmsədən söz payın dərənlər yurdu, ürəyin yollara sərənlər yurdu, sədaqət doludur kanı Gəncənin. Adından ucalıb şahların tacı, Bakıya dayaqdır, Təbrizə bacı. Canında canandan eşkin dilmacı, sevgiyə bürünüb canı Gəncənin. Göy göy cənnətdir mələklər yeri, maral gülardılar diləklər yeri, çınarlar şəhəri, ürəklər yeri, yayılıb aləmə sanı Gəncənin. Özündə yaşadı qeyrətin yaşın, igid sərkərdəsi əyməyib başın, qoruyub Gəncənin torpağın, daşın, Cavad xanadında xanı Gəncənin. Tarixi yetirib gör hardan hara, könlünə vurublar çox dərin yara, qapısını aparıb gürcü tamara, düşmən bol olub yanı Gəncənin. Elmi ilə sənətin silinməz adı, Murovdur, kəpəzdir qolu qanadı, Məhsəti şeirinin tükənməz dadı, süzmə bal yetirir şanı Gəncənin. Ol imamzadəsi müqəddəs bucaq, hər gələn qonağa açır xoş qucaq. Ermana sevgidən bir sönməz ocaq, istidir hər zaman nanı Gəncənin. İstidir hər zaman nanı Gəncənin.